Peyğəmbər sallallahu aleyhi ve sellem dua edib ki, Muaviyəni söyəni Allah Teala rəhmətə çevirir Muaviyə. Ona görə ən çox rəhmət qazanan Şiə tərəfidir, Muaviyə rəhmət oxuyurlar. Peyğəmbər sallallahu aleyhi ve sellem dua edir ki, Muaviyə kim lənət eləyir, söyür, onu rəhmətə çevir. Allahdan istədi. Ona görə ən çox sahabələr içində rəhmət qazanan Muaviyyədir radiyallahu anhu. Yəqin ki, bir çoxlarınız Qamət Süleymanovu tanıyırsınız. Azərbaycan sələflərinin ən böyük şeyxlərindən biri. Muaviyyə haqqında səsləndirdiyi fikirlərdə eşitdiniz. Əslində Muaviyyənin əsas siması, şəxsiyyəti Şiə mənbələrindən bizlərə məlumdur. Bəs görürsən, həqiqətən də mi Əhl-i-Sünnə mənbəsində Muaviyyə ən çox rəhmət qazanan sahabədir? Əhl-i-Sünnənin bir neçə mötəbər kitablarına müraciət etmişəm və Muaviyyə haqqında çox maraqlı məlumatlar əldə etmişəm ki, sizlərlə bölüşmək istəyirəm. Və bir şey də qeyd edim ki, əslində bu kimi məlumatlar Muaviyyə haqqında Əhl-i-Sünnənin bir çox kitablarında yer alır. Sadəcə vaxt məhdudiyyətinə əsasən mən bir neçəsini sizlər üçün oxuyacağım. Tarix-i Təbəri cild 5, səhifə 239. Muaviyyə Əli ilə vuruşdu. Halbuki o bilirdi ki, Əli haqdır. Səhih Müslim, Kitab-ı Fəzail-i Sahabə. Hədis 2404. Muaviyyə Səid ibn Vaqqasa dedi, sənə nə mane olur ki, Əlini söyməyəsən? İbn Kəsir, Əl-Bidayə və Nəhayə, cild 8, səhifə 129. Muaviyyə xilafəti padşahlığa çevirən ilk şəxsdir. İbn Əsir ilə davam edirik. Əl-Kamil fit Tarix, cild 3, səhifə 407. Muaviyyənin öz dilindən yazır bunu İbn Əsir. Həsən ibn Əli ilə bağladığım hər bir şərt ayağımın altındadır. Zəhəbi, Siri Əlamun Nübəla, cild 3, səhifə 132. Muaviyyədə həlimlik və hiləgərlik var idi. O, şərab da içirdi. Və son olaraq İbn Xəldun, Tarixi İbn Xəldun, cild 4, səhifə 197. Muaviyyə hökuməti Yezidə tapşırdı və bu işdə böyük fəsad var idi. Bəli, Əhl-i-Sünnənin mötəbər mənbələrinə əsasən məlum olur ki, Muaviyyə heç də Qamət Süleymanovun dediyi kimi rəhmətə layiq bir insan deyildi. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.